Salam, xoş gördük sizləri, əziz televiziya tamaşaçıları, əziz dostlar. Afişa verilişinin növbəti sayı efirdədir. Bugün yeni bir tamaşa ilə gəlmişik. Belə ki, Əli Əmirlinin quruluş verdiyi Hasarın Otayı tamaşasına birlikdə baxacaq. Elə isə bizimlə qalın. Deməli, bizim çox istedadlı dramaturgumuz Əli Əmirlinin piyesi əsasında əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı tamaşadır, piyesdir. Bu tamaşada bir ailənin taleyindən danışılır, bir Azərbaycan ailəsinin taleyindən. Ata öz işində ateist, qadın özünü bağlayıb tamamilə dinə, övladlarını yaddan çıxardıblar və buradan başlayır faciə. Yəni, bu rol mənim üçün çox sevdiyim roldür, çox maraqlı bir işdir. Ümumiyyətlə, Bəhram Osmanovla işləmək çox maraqlı bir işdir. Uzun illəri boyu biz bir yerdə çalışırıq. Əgər Azərbaycan teatrı Nadir İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi müqtədir imzaları vardısa, bu günlər Azərbaycan teatr tarixində məhz Osmanov, Bəhram Osmanov imzası da artıq öz təsdiqini tapıb. Bu günləri bu tamaşada tamaşaçılarımız Həmidə Ömərovanı ilk dəfə səhnədə görəcəklər. Kino ekranında vərdiş elədikləri Həmidə Ömərova bu günləri səhnədə canlı şəkildə ifa eləyəcək və Akademik Milli Dram Teatrının aparıcı aktyoru, xalq artisti deməli Nurəddin Mehdixanlı burada başrolda oynayır. Məxsusi bu tamaşa üçün dəvət olunubdur. Hesab edirəm ki, tamaşaçıların xoşuna gələcək. Mən buna ümid eləyirəm və indi premyeradan sonra biz bunu daha dəqiq görəcəyik təbii ki. Ümumiyyətlə əsərdə indi baxanda tamaşaçılar görəcəklər 3 əsas problem. Dinə ikili münasibət, ümumiyyətlə o dinin hardasa insana gətirdiyi mənəvi keyfiyyətlər, söhbət bundan gedir və təbii ki, bunun alternativi olan başqa bir obraz bunun nəyinsə əksinə çıxmağa çalışır. Bax, bu konflikt üzərində əsər qurulub. Həyat əbədidir. Ölümsə üzərindən keçdiyimiz yoldur. Yəni, əbədi həyatla müvəqqəti həyatı birləşdirən bir yoldur. Axirat olmasa, xeyr və şərin fərqi də olmaz. Axirət də ibarətdir cənnət cəhənnəmlə. Orada da süddən çaylar, şirin meyvələr, yıqılmanlar. O tarafda da şaqlı şukur qaynayan qır qazanları, üstündən də ayaqları güc kimi kəsən qıl körpü. O çox primitiv olmur, durma. Qərib. Qədim zamanlarda nəhəng Çin səddi kimi ucu bucağı görünməyən bir hasar vardı. Adamlar da həmin hasarın o tərəfində nə olduğunu bilmək arzusunda oldular. Nəhayət uzun-uzadı əlləşib vuruşandan sonra bir üsul icad edib bir nəfəri qaldırırlar hasarın üstünə. Amma həmin o adam hasarın o üzündə nə olduğunu görən bir kimi dərhal fikirləşmədən atır özünü o tərəfə. Onda adamlar ikinci bir nəfər qaldırırlar hasarın üstünə. Bu adam da hasarın o üzündə nə olduğunu görən kimi fikirləşmədən, düşünmədən atılır o tərəfə. Onda yerdəkilər üçüncüsünün ayağını kəndirlə bağlayırlar ki, əvvəlkilərin yolu ilə getməsin. Bu üçüncü də hasarın üstünə qalxıb, özünü tullamaq istəyəndə kəndiri dartıb salırlar onu aşağı. Və soruşurlar. De görək hasarın o üzündə sən nə gördün? Amma hasarın o yüzünü görən bu binəvanın nitqi çoxdan qurulmuşdu. Mən heç bilməzdim ki, qadın demiş. Əlbəttə, sən olmasaydın axı mən necə xoşluq ola bilərdim, necə? Bəsdə, xulqan tərbiyəsiz. Xulqan tərbiyəsiz, insafsız ərküyü. Bax, insafsız olmasaydın. Yaxşı, telefonu bağladım. Bağladım. Mən dəli oluram deyəsən. Dedim, axı, telefonu bağlayım. Bir də onunkidən sonra açacağım, otağımda tək olanda. Yaxşı, zəng edəyəsən. Nə istəsən deyərsən. Nə istəsən. Yaxşı, sağ ol. Sağ ol. Dəli. Bu nədir? İşıqlar niyə yandırırlar? Deyəsən, yenə də qənaət rejimindəyik. Gəlmişsən sən. Mama,
Nə yaman səsin var? Kiminlə danışır? Nə fərqi var? Qusursan mən, hə? Danışığın hoşuma gəlir. Ya, nasıl sənin peşməyində xoşuma gəlmiş? Kimdir o? Gəçini biz onu tanıyırıq. Sizi bilmirəm, amma mən tanıyıram. Özü də çox yaxşı. Vaxtı gələndə mamon, siz də tanıyacaqsınız. Yorulmuşam. Zəri, sən düzgün yaşamırsan. Səni bir kişinin maşınında görürlər. Özdə bir dəfə yox. Kişi yoxdur. Ağsaqqal. Nəzərinizə çatdırın ki, Umay xanım. Həmən kişinin 25 yaşı var. Xəbərçiliyə eləyən də Toma xanımı bilirəm. Zəri, Nədir? bir mənə bax. Baxdım. Qız uşağının yad kişinin maşınına binməsi nə qədər düzgün. Qariban olsanı sən də. İndi onun maşını olmalı, biz gedək avtobusa binək, hə? Bax, onda elə Toma xala, camaat bizə gülməz. Nə bilim, bax, mən gördüyümə inanıram. Bax, o mənə mənədir. Bu ədalar, bu belə danışıqlar, yaşını da bilməz. Axı, sən qız uşağısan. Qız uşağı. Ümumiyyətlə nəzərinizə çatdırın ki, Humay xanım. Qız uşağı anlayışı qaldı 20-ci əsrdə. Bax belə, nə istəyirsən də sən məndən? Nə istəyirsən? Mən sənin kimi yaşamaq istəmirəm, daim olam istəmirəm. Hə, mən çox gözəl bilirəm ki, sən papayla xoşbəxt olmuşsan. Elə indi də özünü xoşbəxt hiss edirsən. Aranıza girsə belə, sizə heç vaxt bir-birinizdən ayrı bilməyəcək. Amma buna baxmayaraq mən sizin kimi yaşamaq istəmirəm. Mən sən deyən kimi imanlı olmaq istəmirəm. Mən ya azad yaşamaq istəyirəm, azad olmaq istəyirəm. Qızım! Biz burada onu canlandırmağa, onu səsləndirməyə çalışmışıq ki, din insanın mənəvi təmizliyinə, əxlaqı təmizliyinə, insanları birləşdirməyə, insanları bir-birini sevməyə çağıran bir ruhani fəlsəfədir, bir ruhani elmdir. Tanrı Allah tərəfindən yerə göndərilmiş müqəddəs kitab bizə necə yaşamağı öyrədir. Kimin amma hansı mövqedə dayanmağından asılı olmayaraq. Burada üç bir paralel var. Yəni cəmiyyətdə bu saatlar çox aktual olan, ağrılı olan məsələdir ki, onu teatr dili ilə biz göstərməyə çalışmışıq. Yetimxana uşaqların əhvalı ümumiyyətlə bu məsələ və eyni zamanda bu uşaqların tələf olunması, ana bətndə tələf olunması məsələsi. Bax, bu üç məsələ üzərində qurulubdur, mənəvi problemlərdir və hadisə, konflikt elə qurulub ki, ona tamaşaçı axıra qədər maraqla baxa bilsin. Nə olur? Axırvatlar tamamilə dəyişmişsə, mənim qaldım. Nədir sənin narahatlığın? Mama, Aycıq. mən eşmişim. Necə etmişsən? Nəsə o? Hamileyim. Ne oldu bana? Niye bu? Yoksa qeyri-təbii bir şey mi? Qeyri-təbii, ərə getməmiş, ailə həyatı qurmamış, qız uşağının hamilə olmasını sən təbii hesab edirsən? Mama, mən kişi olub hamilə olduğumu desəydim, bax bu olardı qeyri-təbii bir iş. Mən Utanmaz. Sən hələ bir həyasızlıq da edirsən? Nə deyirsən, bəlkə sənin təbii işinə görə biz səni bağrımıza basıb öpməliyik, hələ bir göz aydınlıq da verməliyik bir-birimizə. öz həyatımın ağası mənəsin. Heç kəsin də təhqirinə, dözmək fikrində deyilənmə. Əgər bir deyəsin, ya papa mənə əl qalırsan, çıxıb gedəcəm mən bu evdən. İlahi, İlahi, sən mənə özün doğru yol göstər. İlahi, qurban. Mama, doğru yolu mən özüm bilirəm. Mən hər şey fikirləşmişəm. Mənə pul lazımdır. Pul ver gedim, qutarım bu zibildə. Nə? Sən uşağı tələf eləmək istəyirsən. Əlbəttə istəyirəm. Nədir? Yoxsa sən bişli olmuş demək istəyirsən, hə? Mən nə eşirəm? Kimdir o? Bilmirəm, mən onu tanırım. Bilmirəm, tanıyıram, onu səhv eləmişəm. Mən sənin axırlarda qarışım. Belə şəkil, mən səni heç tanımamışam. Sən nəinki məni, heç bu dünyanı da tanımırsan. Sən real həyatı qoyub uydurduğun hansı bir ideal dünyada yaşayırsan. Bilirsən nə var? Sənin dinin bizi ayırdı. İndi biz din adlı Hazarın ayrı-ayrı tərəflərindəyik. Kızım, ben seni çoktan görmürəm. Gel sen. Tanıyor musun? Ne oldu? Başın ağrıyır. Hə, çəkeyim mənim başımdan. Deyirəm, ne olur? Zərif. Hamilədir.
Bu Allah'ın bize göndərdiyi. Allah'ın adını çəkmə. Asid düşmək yaxşı deyil. Mənə dərs demə! Mənə dərs demə! Başın qarışdı namaza, zülmət ibadətlərə, yetimxanalara, kimlərə, şikəstlərə, yanından çıxartdınız qızı! Yaxşı ki biz qohuna qədərdən qonum qoşduğunu istərdik. Və sözümüz, mən bundan sonra onun üzrə necə baxacam? Mən ona necə qısım deyəcəm? Sən o başımda yaşaya biləcəksən? Hə! O şey ki, bizə, Allah'ımıza məlum bəllidir. 5-10 qonşunu qohumun verməyinə də dözərik. Mən bir daha qatil olmaq istəmirəm. Ne yaxşı? Ay bədbaxt! Ay bədbaxt Müsəlman! Düş göydən yerə! Sən ondasan, yerə düş yerə! Bu həyatın, bu dünyanın öz kanunu var! Bu yerin öz kanunu var! Mən qarnımda biç kəsdirən bir qızdan bir dam altında yaşamaq istəmirəm. Bitti! Onda çıx, get bu evdən. Ne diyeyim? Evine gel. Sen de evine gelmeyi istiyorsan. Bu bir şey değilsen. Sənin, o şərəfsizin, yolunu azmış qızımın, günahsız, atasız körpələrə bic deyən, ürəksiz insanların qənim kəsildiyi, o körpənin mənə ehtiyacı var, mən onu qoruyacağım. Ne diyeyim? Büyüğüm senin. 25 yıldan sonra seni kaldırdım. Yoksa cehennemden gelin. Hatadan boşanırım senden. Ha? Neyim? Dördür məni, eğer bu neyse deşəcəksən, vur! Vur! Görün ben neyim? Görün ben neyim? Zengine Heydar uçanır. Başımda. Yox, tərpənmə. Tərpənmə. Onu tək bırakmayın. Yanında olun, göməyin. Allah'ım, bilirəm, sənə layık olan şəkildə dua etməyi acizim. Qüsur tutma. Eşit səsimi. Eşit 17 il atasız anasız yetimçilik çekmiş aciz benlerin sesini. Garip ataya rahmin gelsin. Beni tenene yetim koyma. Belə əziz tamaşaçılarımız, gözəl bir tamaşanı izlədik. Sizlərlə ayrılıram. Yeni ildə görüşmək üzrə, sağ olun.